Salam, hər birinizi salamlayıram. Bugün biz sizə Amerika Birləşmiş Ştatlarında yerləşən Chartered Culture and Education Institute, yəni CCI Mədəniyyət və Təhsil İnstitutu barədə məlumat verəcəyik və bu təhsil institutunun proqramları, xidmətləri və öyrənmə mühiti haqqında dərindən öyrənəcəksiniz. Gəlin ilk başlayaq bu institutun fəaliyyəti haqqında. İnstitut Amerika Birləşmiş Ştatlarında sertifikatlaşdırma, konsaltinq, üzvlərlə əməkdaşlıq və icma quruculuğu sahəsində qurulmuşdur və mədəniyyət, irs, təhsil və dövlət idarəçiliyi sahəsində unikal bir institutdur. Mədəniyyət və təhsil sahəsində ilkdir. Bu institut çərçivəsində çoxsaylı proqramlar verilir. Proqramların istiqamətlərini burada görürsüz. Mədəniyyət və irsin idarə olunması proqramları. Gəlin biz içəridən daha dəqiq baxaq. Bu proqramlar hər bir müxtəlif sahələri əhatə edir. Mədəniyyət və irsin, mədəniyyət və incəsənətin peşəkar idarə etməsi, irsin peşəkar idarə olunması, muzey, kitabxana, daha sonra təhsil və elmin peşəkar idarə olunması proqramları, dövlət idarəçiliyi sahəsində hökumət mükəmməlliyi və innovasiyanın idarə olunması, şəhər idarə etməsi, menecmentliyi proqramı və eyni zamanda biznes, sosial və mədəniyyət zəkasını inkişaf elətdirən müxtəlif proqramlar ki var. Bu proqramlar ayrı-ayrı istiqamətlərdən dizayn düşüncəsi, mədəniyyət zəkası biznesdə, yaradıcı və adaptiv liderlik və digər bu kimi proqramları əhatə edir. İnstitutun sertifikasiya standartları var. Bu standartlar əsasən qlobal bilik mənbələrinə söykənir. Həm UNESCO, həm OECD kimi beynəlxalq təşkilatların, BMT, ISO kimi təşkilatların təlimat sənədlərinə söykənir və bu biliklər kifayət qədər etik prinsiplərlə qorunur və müxtəlif beynəlxalq bilik çərçivələrinə uyğunlaşdırılmışdır. Eyni zamanda etik kodeks var, sertifikatların etik kodeksi var. Bu kodeks çərçivəsində bütün beynəlxalq sertifikatların verilməsi ilə bağlı etik prinsiplər qorunur və onlar bizim proqram və xidmətlərə inteqrə olunmuşdur. Burada hər birini ayrı-ayrılıqda görürsünüz və bunlar hər biri beynəlxalq idarə heyəti tərəfindən təsdiqlənmişdir. Bu proqramlar əsasında institut çərçivəsində mədəniyyət və irs hub'ı yaradılmışdır. Elm və texnologiya diplomatiya hub'ı yaradılmışdır. Hökumət mükəmməlliyi laboratoriyası və insan infrastrukturu və karyera dizayn laboratoriyası yaradılmışdır. Mədəniyyət və irs sahəsində burada müxtəlif proqramlar var. Eyni zamanda beynəlxalq test sistemi var. Görürsünüz, mədəniyyət və irsin beynəlxalq test sistemi. Bu beynəlxalq test sistemi beynəlxalq test platformasında oturur. Testin özü ödənişsiz əsasdadır. 20 senari əsaslı suallardır, 80 müxtəlif suallardır. Bunu azad şəkildə kim istəsə verə bilər, amma bu testin sertifikatını almaq istəmək üçün ayrıca müraciət etmək lazımdır. Bununla paralel proqramlar var. Bu proqramların hər biri məhz peşəkar idarə etməni əhatə edir. Bayaq qeyd etdiyim bu mədəniyyət, irs, təhsil, muzey və s. Elm və texnologiya diplomatiyası hub'ında da, yəni bu mərkəzdə də bu kimi test sistemi var, beynəlxalq test sistemi var. Burada görürsüz, təhsil və elmin idarə edilməsi üzrə beynəlxalq qiymətləndirmə test sistemidir və eyni zamanda elmin idarə edilməsi üzrə peşəkar proqram var. Bu proqramlar çox unikal, bəlkə də dünyada nadir proqramlardır. Məhz elm sahəsində idarə olunmanı dəstəkləyir və eyni zamanda beynəlxalq qiymətləndirməni verir. Hökumət mükəmməlliyi laboratoriyası bu yeni bir fenomendir əslində. Dünyanın artıq bilirsiniz, Dubayda hökumət mükəmməlliyi sammiti olur. Orada özlərinin hökumət mükəmməlliyi təşkilatı var. Sinqapurda belə bir təşkilat var, amma dünyada bu çox geniş yayılmayıb və biz məhz dövlət idarəçiliyində çalışan insanlara bu kimi müxtəlif xidmətləri vermək üçün, proqramları vermək üçün, test sistemlərini təqdim etmək üçün bu laboratoriya mərkəzli, belə deyək, beyin laboratoriyası mərkəzli hub yaradılmışdır. Burada həm test sistemi var, hökumət, dövlət işində çalışan insanlar üçün beynəlxalq peşəkarlaşmanı qiymətləndirən test sistemi var. Eyni zamanda iki istiqamət üzrə. Birinci, bayaq qeyd etdiyim kimi, hökumət və mükəmməlliyi və innovasiyanın idarə olunması üzrə menecment proqramı və şəhər idarə etməsi üzrə peşəkar menecment proqramı. Bu proqramların hər biri self-paced biz ona deyirik, yəni özünü öyrənmə formatındadır. Quizlər, testlər və s. özünüz verə bilirsiniz. Digər vacib istiqamət bizim institutun insan infrastrukturu və karyera dizayn laboratoriyasıdır. Burada xüsusilə fokuslanır
ABŞ-ın məşhur Stanford Universitetinin modeli əsasında formalaşmış Life Design Lab, yəni həyat dizayn laboratoriyası əsasında qurulmuş proqramlardır. Onlar daha çox koçluq verirlər. Biz daha da irəli gedərək burada həm karyera və həyat dizayn proqramı, dizayn düşüncəsi proqramı, bu dizayn düşüncəsi proqramı çox məşhur bir proqramdır. Burada problemləri necə həll etmək olar, necə ideyanı layihəyə və biznesə çevirmək olar, onun uğurlu model və çərçivələrini verir. Yaradıcı və adaptiv liderlik proqramı, mədəniyyət zəkası və qlobal karyera proqramı. Bu qlobal karyera proqramı əslində öz ölkəndə yaşayaraq beynəlxalq əmək bazarında, xarici şirkətlərdə, təşkilatlarda necə çalışmaq olar, onun formalarını və modellərini göstərir. Bununla yanaşı institut dünyada ilk dəfə Dünya Mədəniyyət İndeksini yaratmışdır. Burada görürsünüz müxtəlif digər diplomatiya ilə bağlı layihələr var və digər bootcamp proqramlar olur. Amma ən vacib layihəsindən biri institutun Dünya Mədəniyyət İndeksidir. Necə ki dünyada universitetlərin reytinqi var, müxtəlif reytinq cədvəlləri var. Bu reytinq cədvəllərinə uyğun məhz dünyada mədəniyyət institutlarının, təşkilatlarının da reytinq cədvəli bu proqram əsasında yaradılır. Hal-hazırda bu proses gedir. Bunun özünün bir çox beynəlxalq jüri formalaşdırılır. Bu dünyada ilk dəfə mədəniyyət təşkilatlarının indeksi olacaqdır və bunun əsasında ayrı-ayrı ölkələrdə milli indekslərin yaradılmasına da töhfə veriləcək. İnanırıq ki, Azərbaycanda da bu prosesi biz dəstəkləyəcəyik. Burada görürsünüz müxtəlif digər mentorluq, koçluq və digər xidmətlər var. Mən institutun beynəlxalq idarə heyətini sizə təqdim etmək istəyərdim. İnstitutun beynəlxalq idarə heyətində kifayət qədər beynəlxalq idarə heyətinin rəhbəri var və rəhbərindən əlavə burada tanınmış nüfuzlu professorlar, Amerika Beynəlxalq Lidership Assosiasiyasının prezidenti professor Mike Hardy var, George Washington Universitetindən dekan müavini var. Daha sonra Avstraliyadan universitetdən dekan var, Yeni Amerika universitetlərindən dekan var. Bu dekan dediyimiz bunlar ayrı-ayrı məktəblərin rəhbərləridir. Yəni burada universitetlər ayrı-ayrı məktəblərdən ibarətdir. Bu məktəblər ayrı-ayrı universitet kontekstində qəbul edilməlidir. British Council-dan, Londondan direktor var. Yenə digər nüfuzlu, tanınmış, peşəkar şəxslər var bu idarə heyətində. İspaniyadan var, Yeni Amerikadan var, Belçikadan var, Türkiyədən var, Singapurdan var və digər hətta Misir əsirli, amma Abu-Dabidə olan və bu yaxınlarda Azərbaycan prezidentinə qardaşlaşma mükafatını təqdim edən şəxs də var. O da bizim idarə heyətindədir. Və digər nüfuzlu, tanınmış professorlar Almaniyadan, Mərakeşdən və s. Bu idarə heyətində təmsil olunur. Eyni zamanda beynəlxalq ekspert şurası var. Bu ekspert şurasında da George Johns Hopkins Universitetindən professor var. Terry Sander bu mədəniyyət sahəsində ekspertdir. Alessandro var. Cahangir Səlimxanov var. İSESK-dan var. Hətta Reza bəy Diqqəti də oradadır və Azərbaycan İncəsənət Universitetinin rektor müavini belə deyək var və digər ekspertlər və s. bu prosesdə fəal iştirak edirlər. Eyni zamanda institutun beynəlxalq bilik hub'ı var. Bu bilik hub'ında müxtəlif resurslar verilir. Burada hər sahə üzrə görürsünüz resurslar var. Siz o düyməni işarələdiyiniz kimi həmin sahəyə aparır və yaxud məqaləni oxumaq istəyirsiniz. Bir institutun məqaləsi burada əksini tapır. Bu sahədə məqalələri oxuya bilərsiniz. Bunlar hal-hazırda ingilis dilindədir, amma biz Azərbaycan dilində də sizə öz imkanlarımızı təqdim edəcəyik. Yaradıcı iqtisadiyyat, muzey innovasiyaları, kitabxana sahəsi var, mədəniyyət bacarıqları, şəhər idarə etməsi ilə bağlı var. Təhsil və uzun ömür boyu öyrənmə sahəsində müxtəlif resurslar var. Mədəniyyət diplomatiyası var, elm diplomatiyası, həyat dizaynı və s. Yəni görürsünüz müxtəlif maraqlı burada resurslar var. Buradan faydalanmaq olar. Gəlin, mən çox ətraflı bu barədə məlumat vermək istəməzdim, çünki bu platformanı, institutun xidmətlərini və bilik resurslarını özünüz də araşdıra bilərsiniz. Gəlin, biz keçək Azərbaycan hissəsinə. Deməli, institutun Azərbaycan hissəsi var. Artıq Azərbaycan dilində burada məlumatlar verilir. Bəzi proqramlar artıq Azərbaycan dilində verilir. Burada izah olunur ki, institutun öyrənmə və inkişaf platforması hansı istiqamətləri əhatə edir. Buradan qeydiyyatdan keçmək olar.
Və burada gördüyünüz kimi Mədəniyyət və İrs Akademiyası var. Gəlin keçək Mədəniyyət və İrs Akademiyasına. Mədəniyyət və İrs Akademiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində yaradılması qərar alınmışdır. Bu akademiya çərçivəsində nazirlik sistemində çalışan, mədəniyyət sistemində ümumiyyətlə çalışan, oxuyan, təhsil alan və bu istiqamətə töhfə verən insanlar üçün bir illik peşəkar inkişaf proqramı yaradılmışdır. Bu peşəkar inkişaf proqramı 3 mərhələni keçir. Bu birinci mərhələdə mədəniyyətin idarə edilməsi proqramlarına qoşulur. İkinci mərhələdə sahibi inkişaf edilmə proqramlara, İRS, muzey, kitabxana, mədəniyyət mərkəzləri. Üçüncü mərhələdə isə daha dərindən bu biliklərin layihə hazırlığı, sahibi tezislərin yazılması canlı seminarlar formatına keçirilir və burada hər bir proqramın, hər bir mərhələnin özünün sertifikatı var. Burada siz doldurduğunuz zaman artıq digər səhifədə abunəlik seçə bilərsiniz. Onu da izah edəcəyim proses necə gedəcək. Eyni zamanda burada beynəlxalq mükafatlandırma, milli mükafatlandırma daha doğrusu elan olunur. Ən fəal, ən peşəkar inkişaf lideri regionlar üzrə muzey, kitabxana və s. və bu mükafatı qazananlar ilin sonunda qazanan təşkilat 2027-ci ildə həmin təşkilatın bütün əməkdaşları platformadan tam ödənişsiz, yəni abunəliyi belə ödəmədən istifadə edə bilər. Və eyni zamanda fərdi nominasiyalar da var. Daha dərindən burada izahlar verilir, müxtəlif çağırışlarla bağlı məlumat verilir. Əgər hər hansı sualınız olduğu zaman burada tez-tez verilən suallara cavablar var. Bu düyməni işarələdiyiniz kimi artıq burada suallarınıza cavablar verilir. Gəlin baxaq sistem necə çalışır. Burada aşağıdakı məlumatları doldurun və təsdiq edin. Sonra isə abunəlik növlərindən birini seçərək üzvlüyünüzü aktivləşdirib bütün proqramlardan, xidmətlərdən istifadə edin. Burada dediyimiz kimi siz belə bir deyək, qeydiyyat formasını doldurursunuz. Yəni sizinlə birlikdə proses necə gedir ona baxaq. Deyək ki, Bakı, yay, yazaq, direktor və s. Burada mobil telefonunuzu da yaza bilərsiniz. Mobil telefonunuzu da qeyd edirsiniz və təsdiq etdikdən sonra burada görürsünüz e-mail səhv yazıldı deyə yanlış göstərdi. Gəlin bir də geri qayıdaq, bir də yazaq. Bu da yaxşı bir nümunədir ki, e-maili düz yazanda artıq sistem onu, səhv yazanda sistem onu yanlış göstərir. Gəlin səhvimizi düzəldək. Yazdıq. Direktor. Nömrənizi də əlavə etdikdən sonra təsdiq edirik. Görürsünüz, belə bir səhifə açılır. Burada abunəlik səhifəsi açılır. Bu nə deməkdir? İnstitut Azərbaycan vətəndaşları üçün bayaq sizə ingilis dilində göstərilən o proqramların, Azərbaycan versiyaları artıq sistemə inteqra olunur. Onların hər birinin ayrıca, proqramın ayrıca yəni dəyəri var. Amma Azərbaycan tərəfi üçün yalnız platformanın abunəlik ödənişini etməklə bütün orada gördüyünüz proqramlara, 25-ə yaxın proqrama ödənişsiz giriş əldə edirsiniz. Və bu ödənişsiz giriş formatı necə olur? Siz aylıq platformaya üzv ola bilərsiniz. Hər ayda avtomatik sizdən bu vəsait tutulur və aylıq sizin platformaya üzvlüyünüz davam edir. Və yaxud siz 6 ay müddətinə seçə bilərsiniz. Bir dəfə ödəyib 6 ay giriş əldə edib davam etmək istəsəniz növbəti 6 ayda davam edirsiniz. Və ya illik seçirsiniz və bir il ərzində tam platformanın bütün proqramlarına giriş əldə edirsiniz. Bütün bu seçimi etdikdən sonra, deyək ki, qeydiyyatdan keçdikdən sonra, buradakı məlumatları daxil etdikdən sonra bu düyməni siz işarələdikdə artıq sizi belə bir səhifəyə aparır. Gəlin, mən o səhifəni göstərim sizə. Hansı səhifəyə sizi götürəcək? Bəli. Bu səhifədə götürməmişdən öncə sizdən e-mailinizi və şifrə yaratmanızı xahiş olunacaq. Siz e-mail və şifrənizi yaratdıqdan sonra sizin öz kabinetiniz olur. Və o kabinetinizdə belə açılır. Burada görürsünüz proqramlar, müxtəlif proqramlar var. Gəlin biz başlayaq. Mədəniyyət peşəkar
İdarəetmə proqramı. Mədəniyyət sahəsində peşəkar idarəetmə proqramı. Bu proqram necə işləyir? Görürsüz, burada 80 dərsdən söhbət gedir və burada xoş gəlmisiniz. İlkin bu hissəni qulaq asırsınız. Bu video ingiliscə olsa da belə, burada sonda videonun necə Azərbaycan dilində subtitrlərlə dinləmə imkanı verilir. Yəni bu qaydalara riayət etsəniz, videonu Azərbaycan subtitrlərlə izləyə bilərsiniz. Bu nəyə görə belə olunub ki, orijinallıq itməsin. Burada sağ tərəfdə görürsüz, bu proqramları siz özünüz üçün ə, yükləyə bilərsiniz. Bu vəsaiti, materialları sonra istifadə edə bilərsiniz. Deyək ki, bu dərsi bitirdiniz, girişi qulaq asdınız, oxudunuz. Markers complete etdikdən sonra növbəti dərsə keçirsiniz. Bu birinci dərsdir. Birinci modulun giriş hissəsidir. Burada da izah verilir, fikir verirsiniz. Burada insanlar öz rəylərini yazıblar, öz fikirlərini qeyd ediblər. Bunu da Markers complete etdikdən sonra, yəni bitirdikdən sonra növbəti dərsə buradan keçid edirsiniz və əsl dərslər buradan başlayır. Dərslər reflektivdir, yəni bilik var, anlayışlar ifadə olunur. Eyni zamanda müxtəlif suallar verilir buradakı. Bu suallarda siz özünüz düşünəsiniz, özünüz üçün qeydlər aparasınız və yaxud aşağıda burada sonda öz fikirlərinizi bildirərsiniz. Burada da bu aldığınız bu biliyin məcmu formasıdır. Və burada fikir verirsiniz, insanlar öz fikirlərini bildiriblər və siz də öz fikirlərinizi buradakı suallar ətrafında bildirə bilərsiniz. Və o cavablarınızı başqaları da görür, ona münasibət bildirə bilər və belə bir peşəkar təmas yaranır. Bu dərsi bitirdikdən sonra Markers Complete fikir verin, bu düyməni basırsınız və keçirsiniz. Hər dərsdən sonra belə 2 suallıq test gəlir. Bu sualı, deyək ki, birinci sualı cavablandırırıq. Buradan submit edirik. Yes edirik. Görürsünüz, 100% düzgün cavablar çıxdıq və bunu yenə unutmuruq. Markers complete etdiyimiz kimi artıq keçirik növbəti ikinci dərsə. Və bu cür bütün dərsləri biz bu cür reflektiv üsulda tamamlayandan sonra fikir verirsiniz, insanlar öz fikirlərini bildiriblər, maraqlı debatlar gedir. Bu birinci moduldur. Bütün modullar, hər modul 10 dərsdən ibarətdir. Və bütün modulu bitirdikdən sonra yekun test olacaq və yekun test də 50 sualdan ibarətdir. Burada təqdimatlar sağ tərəfdə özünüz üçün yükləyə bilərsiniz. Və bütün dərsləri mark as complete fikir verin. İlk dərsdən, girişdən başlayaraq mark as complete düyməsini etməlisiniz ki, tamamlanmış sayılsın. Və yekun testi də verdikdən sonra sizə sertifikat təqdim olunacaq, sizin e-mailinizə göndəriləcək. Testdən qorxmaq lazım deyil. Test kəsilmə anlayışı yoxdur, verə bilmə anlayışı yoxdur. Yəni verə biləcəyiniz qədər verə bilərsiniz. Neçə dəfə istəsəniz onu verib axır keçə bilərsiniz və geriyə dönüb bilikləri tezdən təkrarlaya bilərsiniz. Testin burada təməl məqsədi sizin biliklərinizi və çərçivələrinizi inkişaf etdirməkdən ibarətdir. Bu modullar çərçivəsində siz dərslərinizi bitirdikdən sonra və yaxud bu sistem sizə imkan verir ki, sizin 24 saat hər gün giriş imkanınız var. Yəni 1 ay müddətində və ya 6 ay müddətində və ya 1 il müddətində. Siz harada dayanırsınızsa ora geri dönüş edə bilirsiniz və yaxud təzədən başlaya bilirsiniz və yaxud növbəti dərsdən başlaya bilirsiniz. Yəni bütün imkanlar burada sistem onu sizə verir. Və yaxud liderlik haqqında oxuduğunuz 3-cü modulda, 3-cü dərsdə deyək, misal üçün deyirəm, daha da biliyinizi liderlik haqqında dərinləşdirmək istəyirsinizsə, gəlirsiniz burada yaradıcı və adaptiv liderlik proqramına. Buradan daha da biliklərinizi dərinləşdirə bilərsiniz və yaxud o proqramı tamamilə bitirib yeni proqrama buradan başlaya bilərsiniz. Burada maraqlı proqramlar var və ilk dəfə nəinki Azərbaycan üçün, dünyada ilk dəfə peşəkar idarəetmə proqramları ilə, sahəvi idarəetmə proqramları ilə liderlik proqramları bir araya gəlir. Yəni siz həm sahəvi idarəetmə proqramlarını oxuyursunuz, həm liderlik proqramlarını oxuyursunuz. Bayaq qeyd etdiyimiz kimi peşəkar inkişaf proqramının birinci mərhələsi mədəniyyət sahəsində, onu demək istəyirəm. İlkin olaraq bu proqramı bitirməyi, daha sonra sahəvi proqramlara keçidi nəzərdə tutur. Deyək ki, musiqi incəsənət, liderlik proqramlarını bitirməlisiniz və daha sonra növbəti 3 ayda siz mədəni iş sahəsində peşəkar idarəetmə proqramı, muzey, bunlar artıq mart ayının sonundan aktivləşəcək sizin üçün. Eyni zamanda sistem üzərində, platforma üzərində digər proqramlar da, ingilis dilində olan proqramlara da biz giriş veririk. Kimsə ingiliscəsi varsa, digər proqramları buradan ingilis dilində də oxuya bilər. Eyni zamanda burada icma var.
fikir verin. Deyək ki, mədəniyyət və iş şəbəkəsi bura daxil olub. Siz burada daxili Facebookda kimi öz fikirlərinizi, rəylərinizi paylaşa bilərsiniz. Fikir verin, insanlar öz rəylərini, fikirlərini paylaşırlar. Və ya burada çağırış var, o çağırışa qoşula bilərsiniz. Fikir verin, Join Challenge. Bu çağırışa qoşulursunuz, öz rəyinizi verirsiniz, fikirlərinizi paylaşırsınız. Burada insanlar paylaşır. Və yaxud daxili görüşlər edə bilərik. Eyni zamanda burada xal toplaya bilərsiniz özünüz üçün. Fikir verin, insanlar xal toplayır burada özləri üçün. Və bu prosesdə siz faal iştirak edə bilərsiniz. Bu eyni zamanda sizə bir öyrənmə və inkişaf mühiti vermiş olur. Bu mühitdən siz öz inkişafınız üçün faydalanırsınız. Tək kurslar və proqramlar, sertifikatlar almaq deyil, eyni zamanda siz bir öyrənmə mühitinə daxil olursunuz. Orada paylaşımlar edirsiniz, fikirləri eşidirsiniz, başqalarının fikirlərini öyrənirsiniz. İlk dəfə biz eyni zamanda sahəvi icmalar da yarada bilərik. Kitabxana sahəsi üzrə, mədəniyyət sahəsi, mədəniyyətin müxtəlif istiqamətləri üzrə və yaxud ümumi icmada bu fikirləri mübadilə edə bilərik. Hansı ki, bu imkan verir ki, müxtəlif sahələrdə çalışan insanlar öz öyrəndiklərini, fikirlərini, yeniliklərini tək buradan öyrəndiklərini deyil, eyni zamanda başqa yerlərdən də öyrəndiklərini burada paylaşa bilərlər. Rəylərini, təkliflərini, təşəbbüslərini burada paylaşa bilərlər. Burada resurslar bölməsi var. Fikir verin, mədəniyyət sahəsində bu hissəyə daxil olub. Burada siz şəxsi inkişaf yol xəritəsi, strateji planlaşdırma, liderlik, təsir ölçmə, mədəniyyət sahəsində rəqəmsal transformasiya, dayanıqlıq və s. Burada sizin üçün iş vərəqələri hazırlanıb. Öz qeydlərinizi orada apara bilərsiniz. Özünüz üçün peşəkar inkişaf yol xəritəsində cədvəldə qeydlər apara bilərsiniz. Onları buradan tək-tək də yükləyə bilərsiniz və yaxud hamısını birdən yükləyə bilərsiniz. Bu resurslar da sizin üçün ayrıca institut tərəfindən yaradılıb. Və eyni zamanda bu başqa sahə, musiqi sahəsində də var və icma mühiti də var. Digər vacib bir istiqamət biz sizə göstərək bu platforma çərçivəsində. Burada hər proqram üzrə qeydiyyatdan keçən şəxslər görsənir. Əgər kiminsə hansısa texniki problemi olursa, həmin şəxslər buradan artıq avtomatik müəyyən olunur. Kim hansı adlar üzrə hansı dərsi bitirib, kim hansı mərhələdədir, kim sertifikat alıb. Burada hər biri sistem üzərindən görsənir. Fikir verirsiniz, sertifikat alanlar artıq bu işarədədirlər. Kimlər ki, hazırda oxuyurlar, bitirmək üzrədirlər, deyək ki, biz bitirməyənlərə baxaq. Sistemdə necə görsənir, fikir verirsiniz, 43% bitirib, hələ oxumağa davam edir. Yəni, müxtəlif həm qrup şəklində bunu görə bilirik, həm tək-tək insanlara bir problem çıxdığı zaman onların problemi həll oluna bilir. Və yaxud buradan bir e-mail ilə 4000, 5000, 10.000, 100.000 adama hər hansı bir müraciət göndərilə bilir. Misal üçün, fikir verin, belə bir e-mail ancaq mədəniyyət sahəsində təhsil alanlara göndərilib. Bu vahid bir e-maildir və bu e-mail çərçivəsində standart neçə nəfər e-maili açıb, bütün sistem onu göstərir, neçə faiz oxuyub, hamısı göstərir və bu e-mail vahid formatda müxtəlif e-mail və eyni zamanda 4000 adama da göndərilir, 5000 adama da göndərilir və s. Yəni, istənilən məlumat. Və burada bizim tədbir bölməmiz var. Biz burada ayrıca tədbirlər yarada bilərik sizin üçün. Təbii ki, bunlar nəzərdə tutulur. Zoom üzərindən canlı tədbirlər nəzərdə tutulur və müxtəlif digər imkanlar var. Bu imkanlarla bağlı bunlar daxili istifadə üçündür. Daha çox bu mövzulara qayıtmaq istəməzdim. Ümumiyyətlə, institutun imkanları kifayət qədər genişdir. Azərbaycan tarixində bəlkə də ilk dəfədir belə bir sistem yaranıb ki, bu sistem üzərində hər kəs təhsil ala bilir və o təhsili aldığı zaman özü üçün bir inkişaf yol xəritəsi müəyyən edə bilir və bu mühitə tam daxil olub orada inkişaf edə bilir. Bu mənada biz sizin hər birinizə uğurlar arzulayırıq və bu proqramlardan faydalanmaq üçün həm özünüz, həm rəhbər şəxslər, həm əməkdaşlarınızı bu prosesə dəvət etməyə, çağırış etməyinizi xahiş edərdik. Çünki bu imkan elə bir imkandır ki, ilk dəfə yaşadığın ərazidən, məkandan, kənd, şəhər, rayon və ya Bakı və ya dünyanın hər hansı bir nöqtəsindən asılı olmayaraq
Hər kəsə bu proseslərdən, bu biliklərdən, bu yeniliklərdən e, bərabər şəkildə faydalanma imkanı yaranır. Eyni zamanda o dərslərdə siz digər müxtəlif resurslara keçid görəcəksiniz. Dünyanın top 10 universitetlərinin biliklərinə keçidlər görəcəksiniz. Düyməni işarələdikcə avtomatik həmin proqramlara, platformalara keçid əldə edirsiniz. Bu unikal platformadır ki, unikal resursdur ki, ilk dəfə dünyanın ən məşhur universitetlərinin, top beynəlxalq təşkilatlarının, UNESCO-dan tutmuş digər təşkilatlara, Harvard Universiteti, Stanford, İngiltərə universitetlərində verilən biliklər Azərbaycan dilində əlçatan edilir bütün sahələr üzrə. Və biz bu işdə sizin hər birinizə bu öyrənmə yolunda hər birinizə uğurlar arzu edirik və əminik ki, hər biriniz bu prosesdən uğurla faydalanacaqsınız. Təşəkkürlər.